Elhamdülillah ve salatu ve selamu ala nebiyye bedahu. Esselamu aleyküm ve rahmetullah ve berekatuhu. Göz zinasından çəkinmək barədə inşallah nəsihət edəcəm. Şədid iqab, şiddətli cəza verən deyən Allah Subhanahu taala. Zinaya yaxınlaşmayın. Çünki bu iğrənc bir əməl və murdar bir yoldur. İsra surəsi 32-ci ayə. Əbu Hüreyrə radiyallahu anhu rəvayət edir ki, Allahın Rəsulu sallallahu aleyhi və səlləm dedi: Allah Adəm oğlu üzərinə zinadan nəsibini yazmışdır. O heç şübhəsiz buna yetişəcəkdir. Gözün zinası baxmaq, dilin zinası danışmaqdır. Nəfs də arzu edir və istəyir. Bu da nəfsin zinasıdır. Cinsiyyət üzrü isə bütün bunları ya təsdiqləyir, yaxud da təksib edir. Buxari Müslim. İbn Həcər Ələsqani rahimehullah demişdir. İbn Battar rahimehullah dedi: Baxmaq, danışmaq zina adlandırılmışdır. Çünki bunlar əsl zinaya aparır. Bu səbəbdən də Allahın Rəsulü sallallahu aleyhi və səlləm cinsiyyət üzrü ilə bütün bunları ya təsdiqləyir, yaxud da təksib edir demişdir. Fəthül Bari. Allahın Rəsulü sallallahu aleyhi və səlləm dedi: Naməhrəm qadına baxmaq iblisin zəhərli oxlarından biridir. Kim onu Allahdan qorxaraq tərk edərsə, Uca Allah onu elə bir iman ilə mükafatlandırar ki, onun sayəsində qəlbində imanın şirinliyini dadar və tapar. İmam Əhməd Müsnəd. Allahın Rəsulü sallallahu aleyhi və səlləm dedi: Ey Əli, sən baxışının ardınca baxış etmə. Həqiqətən də birinci sənin lehinə, ikincisi isə əleyhinədir. Çünki ikinci baxış sənin ixtiyarındadır. Sünnət Ət-Tirmizi. Allahın Rəsulü sallallahu aleyhi və səlləm dedi: Üç gözdən başqa göz qiyamətdə ağlayacaqdır. Harama baxmaqdan çəkinən göz, Allah yolunda yuxusuz qalan göz, Allah qorxusundan yaş ağlayan göz. Digər rəvayətdə deyilir ki, bu üç gözdən başqa göz cəhənnəm odu görəcək, üç göz cəhənnəm odunu görməyəcək, toxunmayacaq bu cəhənnəm odu bu gözlərə. Ət-Təbərəni Mücəmməl Kəbir kitabına deyir. Ənəs bin Malik radiyallahu anh dedi: Əgər bir qadın önündən keçərsə, o keçənə qədər gözlərini qaldırma. İbn Qayyim rahimehullah dedi: Harama baxmaq şeytanın qəlbə girişinə qapı aralar. Çünki şeytanın baxışla birlikdə qəlbə girib onun nüfuz etməsi havanın bir yeri girməsindən daha sürətlidir. Şeytan o baxışı bəzəyər. Daima gözünün önünə gətirər. Onun qəlbinə daima məşğul olduğu bir büt edər. Sonra onu xəyallara, xülyalara daldırar. Təmənni etdirər. Qəlbində şəhvət ateşi yandırar. Üzərinə də ancaq bu görüntü ilə əllə edilə biləcək günahları oduna atar. Nəhayət qəlb yamanca alışıb yanar. O alovların iniltiləri və yanıqları hər zaman bu ateşdən dolayıdır. Çünki ateş qəlbin hər tərəfini əhatələşmişdir. Qəlb təndirə atılmış qoyun kimidir. O səbəbdən də haramlara baxmaqla həzz alanların cəzası da bərzəx aləmində ruhlarının bir ateşə qoyulub bədənləri dirildənə qədər orada tək olunmaları şəklində olacaqdır. Səhlində ittifaq edilən bu hədisə görə Uca Allah bunu öz Rəsulü sallallahu aleyhi ve sellemin yuxusunda da göstərmişdir. Sonda Allah Rəsulü sallallahu aleyhi ve sellemin bu əməldən çəkinmələr üçün nəsihət etdiyi bir hədis var ki, Allah Rəsulü sallallahu aleyhi ve sellem deyir ki, imkanı olanlar ailə qursun, imkanı olmayanlar isə oruç tutsun. Həqiqətən də oruç şəhvət hissini